Salam, Musiqanın əziz izləyiciləri. Bugün sizinlə impressionizm cərəyanının banisi, dahi fransız bəstəkar Ravelin çox maraqlı bir əsəri Gaspard de la Nuit, yəni Gecənin Kabusları əsərini haqqında danışacağıq. Bu əsər Ravelin tez-tez yuxusuzluqdan əziyyət çəkdiyi bir dövrdə yaranmışdı və o gənclik dostu olan Vines tərəfindən ona hədiyyə edilən fransız şairi Aloysius Bertrandın şeirlərini oxudu. Burada qrotesk və sirli obrazlar, ölüm və xəstəlik motivləri, nağılvari səhnələr və s. əks olunmuşdu və bu şeirlər Ravelin öz təsiri altına saldı əlbəttə ki. Şeirləri də Jacques Callonun qaranlıq və qəribə rəsmləri müşayiət eləyirdi. Bəlkə də ən maraqlısı budur ki, Ravelin yuxusuz gecələrindən biri fortepiano musiqisinin ən möhtəşəm və ən virtuoz əsərlərindən biri, yəni Gecənin Kabuslarının yaranmasına səbəb oldu. Bertrand, yəni şairimiz Gaspard adını Kaspar adının fransızca formasından götürmüşdü və Kaspar ingilis dilində əslində biraz araşdırsanız latın kökünə gedib dayanır. Ona görə nə üçün? Kaspar İncildə İsa Məsihin yanına gələn 3 müdrikdən biri olaraq tanınır və fars dilində xəzinələrin qoruyucusu mənasını verir. De la Nuit isə gecə deməkdir və gecənin qoruyucusu, gecənin xəzinələrin qoruyucusu kimi əlbəttə hərfi tərcümə verilir. Əsər 1908-ci ildə yazılır və 1909-cu ildə ilk dəfə ifa olunur. 3 hissədən ibarətdir. Hər bir hissə ayrı bir pianoçuya həsr olunur. Birinci hissə Undina, Harold Bore, ikinci hissə La Gibet, yəni ki, dar ağacı kimi tanıdığınız Jean Marnoldaya. Onu da qeyd etmək istəyərdim ki, bu pianist Ravelin yaxın dostuydu və daima onu dəstəkləyən musiqi tənqidçisi idi. Skarbo isə Rudolf Ganzeyə həsr olunmuşdu. Beləliklə, Gecənin Kabusu və yaxud da Kaspar olaraq bildiyiniz Gaspard de la Nuit əsəri haqqında biraz daha ətraflı danışmağa başlaya bilərik. Əsərin hissələri haqqında danışarkən birinci hissə, yəni Undinanın adını çəkmək əlbəttə ki, vacib bir hal daşıyır. Fortepiano üçün yazdığı simvolizmi qabaqlayan, əslində bilirsiniz, Aloysius Bertrand həqiqətən çox maraqlı bir şairdir və o simvolizmi qabaqlayan bir şairdir. Ravel də axı yaradıcılığında simvolizmə toxunub və sanki bu bir qədər onların yaradıcılığının arasında bir-birinə olan münasibətləri idi. Undina su pərisinin adıdır və o yer üzündə yaşayan bir insana aşiq olur. Poemaya görə su pərisi gecə vaxtı kişini, yəni sevdiyi insanı pəncərənin qabağında mahnı oxuyaraq özünü cəlb edib sualtı aləmə aparmağa çalışır və onunla evlənməyə, həmin o sualtı sarayda getməyə razı salmağa çalışır. Lakin əlbəttə ki, kişi ona rədd cavabı verir və Undina gülərək ondan uzaqlaşır, gürültülü çalxanan dalğalar yaradır. Kişi onun cazibəsinə müqavimət göstərir və pəncərələrini bağlı sarıqlayaraq Undinadan uzaq qalır. Və beləliklə Undinanın əgər təfsirinə diqqət etsəz, Undinana başlayan ilk səhifələr sualtı aləmdə gizlənən qiymətli daşların möcüzəvi şəkildə kəşf edilməsini xatırladır. Növbəti hissə, birinci hissə əlbəttə ki, do major tonallığında yazılmışdı. Növbəti hissə isə artıq bizdə Le Gibet, yəni ki, dar ağacıdır. Le Gibet mi bemol minor tonallığında yazılmışdır və burada dar ağacın təsviri özünü göstərir. Üfüqün altında belə yerləşən şəhər təsvir olunur. Divarlardan gələn zəng səsi, batan günəş, həmin o batan günəşin qızartdığı dar ağacı və insanın cansız bədəni. Burada si bemol səsi astinataldır. 153 dəfə təkrar olunur. Bununla da Chopin'in 2 nömrəli si bemol minor sonatasının matəm marşını xatırladır. Sinkopalı quruluşlar çox ağır və vahiməli bir atmosfer yaradır. Bu isə təbii bir haldır, çünki burada cansız bir bədən təsəvvür edilir. Üçüncü hissə Skarbodur. Skarbo məqsədim romantizmin bir karikaturasını yaratmaq idi. Amma görünür, romantizm özü mən öz təsiri altına saldı deyən bəstəkarın sol minor tonallığında yazdığı sonuncu hissəsidir əsərin. Və burada biz yatağın altında ora-bura qaçan şeytani bir məxluqu, bəlkə də qədim Misirdə müqəddəs sayılan skarab böcəyini, yəni iri, tünd qara rəngdə böcəyə bənzəyən kiçik bir varlığın təsvir olunduğunu görürük. Bu əsərin ideyası çox maraqlıdır, çünki Ravel bu əsəri yazanda belə bir
məqsədlə yazırdı ki, əsər musiqi tarixinin ən mürəkkəb əsərlərindən biri sayılan Balakirevin İslam fantaziyasından belə daha mürəkkəb əsər olmalı idi. Daha virtuoz olmalı idi və pianistlərin ifa texnikalarını ən yüksək səviyyədə sınamalı idi. Və beləliklə o öz istədiyi, o öz arzuladığı məqsədlə çatır. Dünya musiqi tarixində, xüsusən də fortepiano musiqisində ən mürəkkəb əsərlərdən biri yaranır. Sağ olun, salamat qalın. Belə maraqlı videoların yaranması üçün bizi takip edib abunə olub paylaşmağı unutmayın. Sağ olun.